Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Kızlar ne olub burada? Aliyə, Nazlı niyə tələyirdin ki? Xəzər, sən görə də bilirsən, maşallah. Aliyə xanımın özünü səll eləyin. Sizə ayırmağa vaxtım yoxdur. Aliyə, nə olub? Niyə tələyirdin ki Nazlı? Sən heç nə eşitmədin? Yo, heç nə eşitmədim. Mən oradan bir an gördüm ki, sən onu tələyirsən. Nə oldu? Nə baş verdi ki, tələdin? Hələ eşitməsən yaxşıdır, yoxsa o qız lap pis gözündən düşər. Danış da görüm nə olub, ürəyimi partlatma məni. Heç nə, sakitcə yolumla gedirdim. Birdən-birə yolumu kəsib, başladı ağzına gələni danışmağa. Niyə belə elədi? Nə bilim, birdən dedi ki, Şahnaz xala elə şey deməz, sən demirsən hər şeyi. Qardaşları ilə hədələdi məni. Sən bilirsən ki, mən elə şey eləyən deyiləm. Birdən-birə oldu. Nazlı niyə belə şey eləsin? Vallahi belə pis çıxmasın, amma yaxşı canım qurtardı ondan. Yaşar, de ki yalan deyil. De ki zarafat eləyirsən. De ki yalandır. De. Gördün də, yoldaşını da nə günə qoydun. Ayıb olsun. Ay xanım, xahiş edirəm çıxın gedin buradan, başımı xarab eləməyin. Yaşar bəy! Qardaş, zəhmət olmasa yoldaşınızı da götürün, xahiş edirəm çıxın gedin. Xanım, istəməzdik ailənizə də söz-söhbət salaq, bağışlayın. Amma bir yandan da yaxşı oldu. Gözünüz açıldı. Açdırdı. Düz deyirəm də. Ay şəkər. Heç olmasa bir nəsə bir şey danış da, bir kəlmə denəm, bilim ki, yaxşıdır. Deməyə sözüm yoxdur da Yaşar. Mən indi hər şey başa saldım, qoy darvazdan çıxsın da, mən sənə izah edəcəm hər şeyi. Bitti Yaşar, bitti. Mən sənin yalanlarından təngə gəlmişəm. Bilirsən, buradayam, burada. Hadi mən sənə hər şey olduğu için başa salmaq istəyirəm da, bir gözdə bir başa salam da, bir sakin dur. Bitti. Mən səndən boşanıram. Ay qız. Sənin də mən... Ay... Nə bir partlatmısan ha? Heç bacımız belə alver eləyənmədi. Nə bir şey, hər şeyi satmısan. Necə? Deyəm, nə şey alver gedib. Şuman olub bu, bir dənə mal yoxdur. Ha. Bir balaca mallar var idi orada, onları yığdım ambara, təmizləyim də buralı. O tərəfdə təmizləmsən? Ha, yəqin təmizləmişəm ora. Bir gün yaxşı qardaş olacam da ya. Deyim ambardan malları gətirim, sənə kömək eləyəm. Yo, getmə. Niyə? Bir yaxın gəl. Bax, sən özün cavan oğlansan. Sən bu dəqiqə gedib Güllü ilə gəzən vaxtındır. Hara yersən sən? Sən qızıl imişsən, sən qədrini bilən yoxdur. Düz deyirsən. Eşsən, 5-dən 3-dən ver də qızın yanında tanıyım da. Nə?
5-dən 3-dən 1 də qızın yanında utanmayım da. Sən də üz adamsan. Bilsəydim səni heç şey eləməzdim, tərifləməzdim. Utanım qızın yanında. Bütün gün əli cibimdə boş salam belə gəzəm. Pulum yoxdur. Bir dənə çay içək də. Gələ. Gələ 10 manat bəsimdir. Ulan budur ha. Bu boyda al ver 10 manat. Onu da ataya verəcəm də, qalan pulları. Bəsim də 10 manat bəsdir. Konfet yerinə düşdü. Ağzımdan im gəlir. Getdim mən. Uşağa nə oldu belə? Aliyə. Necəsən? Belə də, necə olmayıb? Səsin heç yaxşı gəlmir. Nəsə olmuşdu Aliyə. Dostumla əvvəlki vaxtlardakı kimi bir yerdə oturub yemək yemək istəyirəm. Üzrü saya deyirəm, bəlkə başqa vaxt eləyək bunu. Yox, saya bilmərəm. Mənim də ürəyim sıxılır. Nə olar gəl, biraz fikrin dağılar. Aliyə, deyirəm, bəlkə başqa vaxt eləyək də bunu, biraz keyfim yoxdur. Rezerv eləmişəm. Sən gəlməsən gedib tək oturmalı olacağam. Xahiş eləyirəm, mənim xətrimə gəl. Yaxşı, yaxşı gəlir. Sağ ol. Bax mən bundan sonra necə yaşayım? Yaşar mənə xəyanət elədi. Mən bundan sonra necə yaşayım? Ay şəkər, dəqiqləşdirmisən? Hə, özü dedi. Boynunu aldı. Ayıb olsun sənə, ay Yaşar. Niyə belə eləyirlər? Sən niyə pis olursan? Az nə bilim, xəyanət ağır dərddir də, heç bir qadını arzulamıram. O qədər pisəm ki, o qədər pisəm hisslərimi sözlərlə ifadə eləyə bilmirəm. Söz tapıb deyə bilmirəm. Ay qızlar, nə olub? Nə olacaq? Qardaşım mənə xəyanət eləyir. Qardaşım sənə necə yəni, başa düşmədim. Xəyanətin necəsi var? Eləyib də xəyanət eləyib. Dəqiq bilirsən şəkər, kimdən aldadıb? Hələ aldatdığı azmış kimi aldatdığı qadın üçün maşın da alıb. Niyə də, niyə? Niyə belə bir şey eləyirlər də? Niyə gül kimi arvadını sən durub aldadasan ki? Niyə aldadırlar da? Niyə görə aldadırlar axı? Aldadırlar deyəndə ki, nəbişim aldatmır. Nə olub deyirsən, sənin sevgilin var, o da səni aldadıb. Ay qız, söz məsəl deyirəm. İndi mən şəkərə görə pis oluram burada. Gəlin bura. Gəl bura. Pis olma, yaxşı şəkər. Nə olub sizə? Niyə belə ağlaşma qurmusunuz? Əhməd Vazə, sənin oğlun nə sənə layiq oğul oldun, nə mənə layiq ər oldu, nə də mənim balama layiq ata oldu. Keşke mənim o nəbişimə verdiyimiz o belə tərbiyədən bir balacasını verərdiniz Yaşara. Yaşar neyini baxı? Yaşar xəyanət eləyib ayata. Şəkərə xəyanət eləyib. Bunun hərəkətinə bax. Yekə kişisən. Görsən? Yox, gül kimi qızı niyə aldadırsan? Sevmirdinsə nəyə evlənirdin sən bu qızla, adama deyərlər. Kukla kimi arvadın var da, nəyə gözün orada buradadır? Ay qız, bu da deyəsən sən dərdinə bürünüb içini boşaldır. Mənə də elə gəldi. Sən narahat olma, mən onun dərsini verəcəm. Başım belə yekə daşa döyüb, qələt edib xəyanətinə bax ha bunun. Necə verəcəksən, Əhməd Vazə? Yaşar bizim boğazımızdan kəsib o ailə dağıdana hələ maşın da alıb. Heç sən almazdı. Hə, mənə gələndə deyirəm, ay Yaşar, nə olar 20 manat ver lazımdır, 20 dənə dəsmalla ağlayır. Utanmır,
Bu cür qızla gör nə edir? Üzrəyirsən, mən onun mütləq dərsini verəcəm. Nazlı, sən də belə elə. Əl-üzü yu, ged yat, hazırlaşda başa gedəcəksən. Nə işə? Nə iş, nə? Əşi, ofis işdir. Dəqiq bilmirəm, amma yaxşı iş olmalıdır. Mən istəmirəm axı ata. Mən evdə qalmaq istəyirəm. Hələ işə çıxmağa hazır deyiləm. Təzə işə getmək istəmirəm. O nətər getməyəcəksən? Mən kişiyə söz vermişəm. Sabah sən gedəcəksən. Siz də qızlar, ağlamayın. Mən heç vaxt imkan vermərəm ki, mənim gəlinimi kimsə ağlasın. Məhv eləyərəm o gədələri. Bilmirəm hansı günümü ağlayım. Elə mən də. Sağ olun. Xəzər, Ha. istəyirsən mən durum gedim, sən rahat ətrafa bax. Üzrəyirsən belə Aliyə, özün bilirsən də məsələni. Bilirəm, amma özünü elə aparırsan ki, elə bir ən böyük eşqsiz yaşamışsınız, sevgili olmusunuz, nə bilim. Aliyə, sən eşq yaşamaq nə edirsən? Mən başa sal da mənə. Heç olmasa səni sevirəm deyərdiniz bir-birinizə. Siz heç o mərhələyə çatmamısınız, Yaxşı, bəs səni sevirəm demirsən, amma sevirsən. Bəs bu nə olmuş olur onda? Sevirsən, amma demirsən. Yəni, uzun sözün qısası, Aliyə, sevgini sübut eləmək üçün, göstərmək üçün sözə ehtiyac yoxdur. Nazlı öz duyğularını, zərifliyini, qayğıkeşliyini elə gözəl ifadə edirdi ki, söz tapmırdım da deməyə. Hə, çox gözəl başa düşdüm səni. Amma bəs o Nazlı sənin anavı qovan Nazlı ilə necə eyni adam ola bilər? Elə budur da məni bu hala qoyan. Yəni, bunun başqası eləsə, deyərəm ki, məni tanımır, mənim mamamı tanımır. Yəni, Nazlı məni tanıya-tanıya, mənim anamı tanıya-tanıya. Necə bir şey, belə bir şeylik hələ mənə də çatmır. Ona görə qırılıb qarım da məndə. Bax, Xəzər, sevmək çətindir. Onun sevincinə də, kədərinə də dözmək lap çətindir. Amma sən ürəyi üzmə. Hər şey düzələcək. İndi də mənim dosta ehtiyacım var. Özdə sənin kimi dosta. Nə olub ki, Aliyə? Heç nə, biraz problemlərim var. Narahat olma. İnşallah yaxşı olacaq. Ayda soruş da bir məndən. Bəlkə mən ora getmək istəmirəm. Üzləşmək istəmirəm onlarla. Aramıza girə bilmədin.
Xəstədir bu. Alo Güllü. Bu gic ailəyə yenə götürüb mənə Xəzərlə şəkillərini atıb. Ay əclaflar, deməli doğrudan sevgilidirlər hə? Bilmirəm nədirlər. Yox, biz bu söhbəti danışdıqda təzədən mənə nə şəkil atır ki bu? Ay qız rədd olsunlar, fikir vermə. Elə Xəzərin özünə o layiqdir. Nə özüm işə saldım mən. Mən yadımdan çıxartmaq istədikcə bu dəli götürüb mənə təzədən atır bunları. Neynim indi mən? Lənət eləyir, heç nə eləyə bilməz. Sən elə o atan tapdığı işə mütləq get. Onların acığını elə deyil, gül, işində o qoy görsünlər ki, sənə maraqlı deyil. Əl çəkəcəklər səndən. Yaxşı. Dayan. Çıx. Saata bax. Bu saatda hardan gəlsən, hə? Cavab ver. Verirəm də, işdən gəlirdim. İşdən gəlirdin. Hə, dükandan gəlirdim. Hə, dükandan gəlirdin. Nə bil, bu saatda dükan olur. Aldadırsan hə mən sən. Cavab ver mənə, tez ol. Nə biçim bir dənə qulaq as mənə, qulaq as bir dənə. Bilmirəm necə deyim sənə. Necə var elə de, nə bil. Heç nə, öyümüz yıxılıb da. Nə iş? Niyə? Nə oldu ki? Nə olub? O olub ki, o quşu danışdırmaq istəyirdim, tutu quşunu. Hə. Başım qarışdı ona. Nə tər oldusa bilmirəm, fikrim yayındı. Nədirsə bir də ayırdım ki, vitrində malların yarısı yoxa çıxır. Başımıza daş salmısan, sən bizim. Sən hara baxırdın, ay nə bil, sənin fikrin hardaydı? Demirəm, quşa baxırdım da mən. Bilmədim də, quşa baxırdım, sizin o danışdıram. Bir də baxdım ki, malların yarısı yoxdur. Tərsizdən o da danışmadı ki, o tutu quşu. Onun yiyəsindən 1000 manat alardım, o uğranan malları heç olmasa alıb təzə yerinə qoyardım. O qədər əziyyətim mən. Biz bunu evdəkilərə deməliyik. Sən can demədən nə olur, xahiş edirəm. Papamın da vəziyyətini bilsə, bir şey deyən kimi o dəqiqə halcadı pisləşir. Yaxşı, öz aramızda qalsın. Mən özüm həll edəcəm, narahat ol. Amma Ay. De, xəyanətkarın daxırı bax bu olur da. Sənə bu da azdır, ayıb olsun. Xahiş edirəm bilmədiyin şeyi danışma. Bilmədiyin şey danışma. Qapıdakı elə maşından bilinir bilmədiyin şey danışma. Nə biçim, keç otağa, sonra sənə də, özün də sənə oxşadar bu, keç. Yox, heç olmasa bu işığı söndürün də. Onu da mən eləməliyəm elə bil. Bu isti peçin qırağında da səhərə qədər yatsam xəstələnəcəm. Haqlısan. Nə desən haqqım var. Vallahi xəcalət çəkirəm. Günah məndə də deyil. Nazlı neçə gündə özünü narahat hiss eləyir. Ona görə gecikmə yarandı da. Bir-iki günə mütləq götürüb gələcəm Nazlını sənin yanına. Başarıqlı qızdır. Elə ki işə başladı, özün görəcəksən. Sağ ol, yaxşı, çox sağ ol. Nə gözəl. Deyirəm, adamın qanı qara olanda iş də görə bilmirik. 1 saatdır 3 dənə paltar yığa bilmirəm. Ona görə Nazlını qınama məncə. Qınamıram, Gərək Nazlıdan soruşaydım sonra da. Əhməd Fazə, oğlunla danışdın? Danışacağım, sən narahat olma. Bir də ki, bura sənin öz öyündür. Qoy Yaşar səndən çəkilsin də. Ay mənim şəkərim. Ay mənim noğulum. Ay qız, sən canı bir mənə qulaq as da. Bax, hara getdin yenə də baş götürüb. Ala, sənə gül almışam, ala. Bu hansı leveldir Yaşar, hə? Yəni sən o boyda elədiklərini bir dənə bu
solmuş güllə örtbasdır eləmək istəyirsən? Ay şəkərim, bax mən sənə bax söz verirəm ki, bax mənim burada heç bir belə deyək də əlim yox, heç bir işim yoxdur. Hadi indi mən bunu məcbur qalıb eləmişəm də, kimin sən də ailəsinin dağılmaması üçün eləmişəm də. Özdə mənim pulum var, kiməsə gedib maşın alım da qutarım. Bəs yaxşı, onda o ifritə niyə deyirdi? Yaşqa, abalam, yaşqa. Niyə elə deyirdi, hə? Hadi indi bir dənə qulaq as, bax, inanmırsan. Yox. Bax, mən sübut eləyəcəm. Murtuz müəllimin özünü də çağırmışam ki, gəlsin hər şeyi özü sənə danışdır. Bir dəqiqə. Murtuz müəllim! Bir dənə zəhmət olmasa gələr. Gəlin zəhmət olmasa Murtuz müəllim. Ay Yaşar, buradasan. Bayaqdandan səni axtarıram. Gəl bura sən. Yaxşı gəlmiş Əhməd Fazə. Bu kimdir? Maraqlıdır, görə nə deyəcəklər bizə? Nə olub, niyə danışmırsınız? Murtuz müəllim, buyurun danışın. Buyurun Zahir. Hadi danış da, danış da. Nə oldu Yaşar? Belə susmaq üçün gətirmisən? Qardaş, Murtuz müəllim, bir danış da, danış bir olmaz axı. Bağışlayın xanım, inanın ki, bütün bu olan söz-söhbətlərdə Yaşarın heç bir əlaqəsi yoxdur. Sadəcə ailəmin dağılmaması üçün oldu bütün bu olanlar. Bəli. Mən başa düşmədim. Mən həqiqətən başa düşmədim. Zəhmət olmasa, bu məsələnin kökü hardan yaranıb, necə olub, nöqtə vergülünə qədər başa salın, mən başa düşürəm. Bunu hələ ki götür. Murtuz müəllim, ta o birinci gəldin yanıma. Oradan başla zəhmət olmasa. Oradan. Yaşar, gör nə deyirəm. Bu oyunu elə yola vermək lazımdır ki, yoldaşıma bundan xəbər olmasın, başa düşsən. 2000 manat da zəb pul verəcəm. Sadəcə səndən bir istəyim var. Maşının sənədini sənə adıva keçirdirəm. Yoldaşım birdən axtararsa, araşdırarsa, görsün ki, sənin adına da başa düşdün. Bildim, başa düşdüm. 2000 yaxşı pul deyə, yaxşı pul verirsən. Amma bir dənə məsələ var. Birdən söhbət gəlib mənim evimə çatar, qardaş. Mənim ailəmdə söz-söhbət olar. Sonra 2000-ə görə mən dur ailə dağılsın eləsin, nə bilim. Yaşar, xahiş edirəm, sən buna görə narahat olma da. Yəni, qalan hər şey məndən. Sən bir dənə mükafat fikirləş yetər. Və salam. Yox, bu qədər yəni. Bir də ki, birdən iş qəlizləşərsə, qıza sənin adı verəcəm, o sənin adı çəksin. Ay, bildim, qıza da mənim adımı verirsən, 2000 verir. Heç olmasa bu 2500 verir. Nəysə də bir fikirləşərik. Narahat olma. Hər şey yaxşı olacaq. Yaxşı. Nəsə gözüm su içmirəm, olsun. Xanım, xahiş edirəm, çox-çox üzr istəyirəm. Yəni, bu işdə Yaşarın heç bir əlaqəsi yoxdur. Sadəcə ailəmin dağılmaması üçün elədim bütün bunları. Yaşar, o dedi. Sənə nə olmuşdu? Niyə razılaşdın? Ay ata, sən özün demirsən ki, həmişə bir xeyirxah iş gör, bir insanlıq elə. Bəs mən də bir adamın ailəsinin dağılmaması üçün ən maksimum nə bacarıram insanlığımı elədim də. Mən sən deyəni eləmişəm, bir insan olmuşam. Düz deyirsən, mən sənə razıyam. Xeyirxah insanlar başqalarına kömək eləmək üçün öz şəxsi maraqlarını qatlayıb qoyurlar kənara. Sən isə bunu öz şəxsi marağı üçün eləmişsən. Əvəzində pul almışsan. Heç bilirsən bu nə deməkdir? Öz ailəyə pula görə riskə qoymusan. Bu xeyirxah işdir ya. Sən heç bilirsən mən nələr yaşadım, Yaşar, hə? Nə hisslər keçirdim, bilirsən? Yox. Xanım, bağışlayın. Ailə oyun oyuncaq deyil, ailə müqəddəsdir, onu qorumaq lazımdır. Yekə kişisiniz, ağlınıza nə gəldi? Siz onların hamısını eləyirsiniz. Soruşacam, niyə xəyanət eləyirsən, deyəcəksən ki, belə bir-birimizi başa düşmürdük, nə bilim, şeytana uydum. Buna görə də onlar çox peşmandılar. Ailə nə deməkdir? Bilirsiniz, ailə evə yorğun gedəndə qızındığın bir ocaqdır da. Bu ocağı söndürmək olmaz. Yoldaşınla küsəndə, inciyəndə, keçmişdə ən belə çətin günlərinizdə xoş anlarınızı yada salıb, bax onda görəcəksiniz ki, ailə nə deməkdir. Onda hər şey qaydasına düşəcək. Amma xəyanət sağalmaz yaradır. Bu izi heç kimdə qoymaq olmaz. Dayı, tövbə eləmişəm ki, xəyanət eləməyəcəm bir də. Əslində mən yoldaşımı çox sevirəm. İndiyə qədər mən ona xəyanət eləməmişdim. Sadəcə ailəmin dağılmamaq üçün elədim bütün bunları. Yaşarın burada heç bir günahı yoxdur, həqiqətən. Bağışlayın onu.
Nazlı. Nə olar özünü toparla da. Mən o mənə əvvəllər belə məsləhətlər verən rəfiqəmi istəyirəm. Sən üstü əsəbləşən rəfiqə. Ay sağ ol. Bilirəm, mən başa düşürəm. İlk sevgi oxu yarası çətin olur, amma Gərək olmazdı da Güllü. gör səni kimlər istədi. Sən hamını qoydun, getdin. Nəsə də bağlı söhbət. Danışmaq istəmirəm. Demədi. Qorxma da, yoxsa sən bu yolda qalacaq. Mən deyəcəm də bir yol tapıb deyəcəm, sən sakit ol. Yox, bilirəm. Görmüsən, bir şey deyən kimi o dəqiqə halı xarablaşırdı, onu mən bilirəm. Narahat olma da deyirəm. Gəl də bir, mən deyirəm, mən sənə deyəcəm də narahat olma. Papçika, Nə olub? xoş olsun. İndi nə eləmisiniz, sağ ol. Nə eləmişik deyəndə ki, papçika, mən eləməmişim, o eləyib. Kim? Sənin ən ağılsız, ən saf, ən qorxaq, ən məsuliyyətsiz oğlun. Nə be? Nə eləmsən yenə? Papçika o hal-hazırda qorxur deyə bilmir, onun yerinə mən deyəcəm. Əhməd Papçika, bax deyəcəm, amma deməmişdən qabaq deyim ki, günah bax sizin özünüzdədir. Çünki mənim yoldaşıma 2 dənə iş tapşırmısınız siz. Hə. Nə, denən də sözün canın denən də. Arif qardaş, bir dayanın da, elə bir asandır demək. Görürsünüz ki, burada həyəcanlanıram. Deməli, hə, mənim Nəbişqam tutuquşuna müalicə eləyirdi dükanda. Bilirsiniz də, ürəyi çox safdır, təmizdir, heyvanları sevəndir. Tutuquşuna indi müalicə eləyəndə başı qarışıb tutuquşuna malları da uğrayıblar. Nə? Nətər yana uğurlayıblar ha? Başa düşmədim. Ay Nəbi, sənin fikrin harada olub ha? Tutuquşunda da, yəni belə dedi də. Tutuquşu, sən nətər içərdə olmuşsan ki, oğlunu görməmsən? Valla mən müalicə edirdim də onu, bax nəmiş də özü dedi. Müalicə edirdim, başım ona qarışdı. Bir də baxdım ki, mallar yoxdur, dükan bomboşdur. Nəbi, Can baba. sən nə vaxt imkan verəcəksən ki, mənim ürəyim açılsın? Sakitləş. Əsəbləşmə də baba. Adamda məsuliyyət yaxşı şeydir. Bir insanın məsuliyyəti ailənin, cəmiyyətin yaxşı inkişaf eləməsi deməkdir. Sən ki, bu yaşda bunu dərk eləmirsənsə, dahi mənim sənə sözüm yoxdur. Ay papçika, indi olan olub da, mənim dərim üstünə belə getməyin də. Səhvdir də, eləyib də, sizin də yıxılıb deyə vurmalısınız onu. Tutun əlindən, kömək eləyin, bir çarə tapaq da, neynəmək olar? Oğru kimdirsə, yad adamdır. Kənd adamı ola bilməz. Mən də elə ondan şübhələnmişim. Kimdən? Nəysə, durun gedək. Görək nə məsələdir. Ay yavaş, nə oldu? Kömək elə heç nə. Dedim də Hər sən şey deməyək də buna da, halı xarablaşdı da yenə. Silim süpürüb. Sən mənim ürəyimi sildin də, süpürdün də. Ay şəkər, indi nədir, ürəyindən də silinmiş hə. Yox Yaşar, sənin ürəyimdən heç kim silə bilməz. Amma elədiyin çox pisimə gəldi də. Bəs sən özün... Sən məni satdın, Ay qız, mən səni niyə satıram, sən mənim əvəz edilməzim səni. Mən sənə amma hər şey deyə bilməzdim axı. Niyə deyə bilməzdin? Heç olmasa deyərdin də. Mənim gözümün suyu qurudu axı. Ağlamaqdan. Ay sənə qurban, mən sənə necə deyim axı onu? Mən sənə desəm, birdən də indi ola bilər də, sən də əsəbləşərdin, eləyərdin. O dəqiqə o arvad deyən kimi, sən də desəydin, vəssalam işte o arvadı qırğın salar deyə.
Heç olmasa himcim eləyərdim. Himcimə də sən xasiyyətli bilirəm, mən ha şəkər. Mən sən xasiyyətli bilirəm ki, sən o dəqiqə şırpıltı ilə onun üzünə deyəcəydin ki, nəsə belə özünü təmizə çıxardasan. Və sonra ki, görsən ki, mən sənə xəyanət eləmirəm və salam. Heç vaxt eləməzsən. Heç vaxt eləmərəm, niyə eləyirəm axı? Söz? Söz. Bir dənə də sən mənlə görüm, barışdıq. Barışdıq. Amma eləməyəcəksən ha? Hadi yaxşı da dedim də, bir dəfə söz dedim də. Yaşqa. Bir də ki, sənə məndən başqa heç kim yaşqa deyə bilməz, bildin? Yaşar. Qayalsın elə. Yaşqa. Ne oldu? Bir şey öğrenebilirdiniz? Əlbəttə. Hər şey qonşunun kameralarında belə açıq-aşkar görünür, oğurluq eləyənin kim olduğu. Ne danışsan sen? Bəs Arif hanı? Arif getdi polisə. Gör tanıyırsan bunu. Ne? Ha, Ha bu şeydi de, bu tutukuşların yiyəsi. Odur. Ha, değil mi? Qulaq as, bir dəqiqə deyəm. Deməli belə çıxır ki, o mənim başımı qatıb, sonra da buradan oğurluq eləyib o. Ha? Sən də avam uşaq kimi anlamısan da. Mən bura gəlmək istəmirdim həyata. Deyim biləsən. Məcbur gətirdiniz məni bura. Ha, onu düz deyirsən. Mən gərək sənə 2 iş tapşırmayaydım. Hüsrofun burnuna baxıyor. Gör necə uşağın başı qatıb. Yəni narahat olmayın. Kimdirsə cəzasını 100% çəkəcək. Arif bütün görüntüləri apardı, verdi də polisə də. Əlbəttə. Ölkədə qanun var, qayda var. Dünya dərəbəyli deyir ki, heç kimin haqqı heç kimdə qalmaz. Qoy gedib cəzasını çəksin. Görsün ki, başqasının malına göz dikmək nə deməkdir. Yaxşı, bəs bunlar nə edilməz? Ha? Bir heç olmasa bir balada dil açmışdı, o bursa zərrimi üzmüşəm. Nə edin bəs bunlar edilməz? Ha, sən özünü cip-cipliyiblər, sən tutmuş halındasan. Məzələn sən. Bacı. Ay bacı. Mənim ürəyim partlayır. Sən nə beləsən? Nəcib, yaxşıyam mən, narahat olma. Yaxşı deyilsən axı. Sən yaxşı olanda gündə 10 dəfə mənə zəng edirsən ki, Nəcib nə edirsən, Nəcib nə yedin, Nəcib nə içdin, əynivə nə geyindin, qalın geyin, papaq taq, şərf taq, nə bilim. Amma indi heç bir dəfə də zəng eləməmsən. Nəcib, yorulmuşam da, dincəlmək istəyirəm. Olmaz? Görüşünə gəlmişəm, səni gözü bənövşə, gözün əmli dayanma, belə qəmli dayanma, gözün əmli dayanma, belə qəmli dayanma. Michael Jackson. Uzan bacı, gəbir görüm. Ne oldu deyirlər? Atam demədi ki, elə eləyin ki, bacınızın keyfi açılsın. Burada necəsən sən? Neyniyim, qaqa, siz elə eləyin ki, bizim ikimiz də keyfi açılsın. Mənim halım yoxdur. Eləyəm. Çıx söylə. Bacı, ürəyin nəsə istəyir, geyim alım gətirim. Sakitlik istəyirəm. Mən da daha Nəcmi çöldə vurmayayım da. Yaxşı, yat, dincəl, rahat yat. Yuxun şirin olsun bacı. Nəcib, sən uzağa getmə, işim var. Bir insan öz sevdiyi insana, dəyər verdiyi insanı qorumaq üçün həmişə narahat olur da, narahat olur, onun qeydinə qalır. Yəni, onlar da səni sıxma, boğmaya salır deməyim, amma yəni istədiklərindən edirlər. Niyə çağırmısan məni bura? Nə söhbətin var? İnşallah ki, Orxanla bu işbirliyim yaxşı olsa, düşünürəm ki, sonra da ailə həyatı qurum.
Xəzər, qurban olum sənə. Niyə yemirsən yeməyi? Vay bala, soyub buza dönür axı o. Ya mama çox sağ ol amma valla iştahım yoxdur yenəsə. İştahın yoxdur. Mənə bax, zeytun tutması gətirim. Nazlıdan almışdım ha. Yadındadır, sənin də xoşuna gəlmişdi. Bəlkə iştahın açılar. Çox sağ ol amma valla istəmirəm ya. Yersən sən özün. Ad günün mübarək, ad günün mübarək, ad günün mübarək nazlı, ad günün mübarək. Xəzər, sənə təzədən çay getmişəm. Yaxşı eləmsən amma istəmirəm mama, sən nuş elə. Verin stola qoyun. Ay Şahnaz xala, Xəzərə nə olub? Nə bilim, nə iştahı yoxdur, nə çay içmir, nə çörək yemir. Bilmirəm bu niyə belə eləyir. Siz barışmamışdınız qızım. Barışmışıq. Bəs bu niyə belə eləyir? Bilmirəm bu Nazlı ilə mənim söhbətimdən sonra Nazlının dükanını bağlamağından sonra o hala düşüb, nədir? Hə, bilmirəm. Qızım, səndən bir dənə söz soruşmaq istəyirəm. Düzü o söhbətin yeri yoxdur. Amma məcburum soruşum. Səncə Nazlı ilə Xəzərin arasında nəsə var? Bilmək istəyirəm də, qızım, anayam. Ürəyim partlayır, darıxıram, bilmək istəyirəm. Yox, Şahnaz xala, Nazlı hara, Xəzər hara? Sadəcə bu söhbətlərdən sonra biraz pis olub. Kaş ki bu söhbət heç bilməzdi, deməzdik ona. Ay Şahnaz xala, sənə də yalan danışanmıram. Bu aralar mən də Xəzərlə biraz mehriban deyilik bir-birimizlə. Əsəbləşib mənə. Niyə? Qısqanclıq üzündən. Yerə də göyə də məni qısqanır. Mən də iş adamıyam, həkiməm. Nə bilim, Xəzərdir də. Qızım, barışın getsin mən. Ay Şahnaz xala, bu mən Xəzərlə dalaşdığımı bilməsin də. Çünki bilsə lap əsəbləşəcək mənə. Aramızda qalsın. Yaxşı, demərəm. Amma sən də mənə görə ged onun könlünü al. Onu belə qəmgin görəndə ürəyim pis olur. Bir də ki, sənə qurban olum. Sevgi də elə qısqanclıqdan yaranır da. Sevir ki, qısqanır da, sənə qurban. Burada nə var ki? Düz deyirsən, ay Şahnaz xala. Gedim bir dənə baxım, neynir o. Git. Bircə krasvordun çatmır sənin. Nə qoca kişilər kimi evdə oturmuşsan. Geç xalq, biraz hava alaq. Xəzər, səni belə görəndə çox pis oluram. Ay, dedim axı, sən mənə fikir vermə. Sən öz işlərinlə məşğul ol. Mənə baş qoşma. Necə baş qoşmayım?
Ən yaxın dostum dərd çəkir. Özü də mənə görə. Kaş gəlməyərdim. Sən canım başlama da yenə qismətdir də neynəyək biz? Düz deyirəm də. Mən gəlməsəydim bunların heç biri olmayacaqdı. Sən Nazlı ilə dalaşmazdın. Aliyə dedim axı mənə görə fikir eləmə də. Mənə görə niyə pis olursan ki? Niyə pis olmayın? Ən yaxın dostum dərd çəkir. Özü də mənə görə. Kaş buralara heç gəlməzdim. Mən bilsən niyə pis oluram? Niyə? İnsanları tanıya bilmədiyimə görə pis oluram. Yenə də deyirəm, kaş gəlməyərdim. Mən istəyirdim sizi barışdırım, amma alınmadı. Lap bətəri oldu. Hamısı mənə görə oldu.